Yan nahiyəsini qaşıyır, qoltuğunun altını qaşıyır, belin qaşıyır. Kişilərdə dəriyə qulluq mütləqdir. Üzdəki sızanaq belə yanlış sıxılma ölümlə sonuçlandıra bilər. Siz gərək erkən dövrdə botoksa başlayasınız ki, səni 5-10 yaş cavanlaşdıracaq. Salam, mən həkim Anar Musayev. Öncəliklə sizə özümü təqdim etmək istəyirəm. Mən Türkiyənin Dövlət Universiteti olan Selçuk Tibb Universitetini bitirmişəm. İxtisas olaraq medikal estetik həkimi olaraq, yəni cərrahi dermatoloq olaraq ixtisaslaşmışam və hal-hazırda 4 ildən çoxdur ki, bu sahədə fəaliyyət göstərirəm. Bakı şəhərində Meydaq klinikasında fəaliyyət göstərirəm. Çox zaman cərrahi və digər müayinələri və pasientləri orada qəbul edirəm hal-hazırda. Əlbəttə ki, biz Azərbaycanın bir çox yerdə işləmişik. İndi hal-hazırdakı bizim ünvanımız, yerimiz oradır. Orada fəaliyyət göstəririk. Bugün sizə belə deyim, həm Azərbaycanda, həm dünyada, həm də ki bir çox belə deyim insanların bildiyi yanlış məlumatları doğru şəkildə cavablamağa çalışacağıq. Əlbəttə ki bunu hədəfləyirik biz burada ki bəzi doğrular, bəzi yanlışlar nələrdir? Bunlar haqqında sizə məlumat verəcəyik. Maraqlı bir çəkiliş, maraqlı bir epizod çalışacağıq sizə çıxardaq buradakı. Bəzi özəlliklə bizim sahədə, bizim dermatologiya sahəsində özümüz bilirik ki, türklər demişkən merdiven altı həkimlər, dırnaqarası həkimlər biz deyirik. Bu işdə mütəxəssis olanlar da var, qeyri-mütəxəssis olanlar da var. Biz çalışırıq ki, pasientləri doğru yönləndirək və doğru ünvana gəlsinlər və bu işlə həkimlər məşğul olmalıdır. Belə deyim, dünyada əslində dəri xəstəlikləri olaraq biz morbiddə dediyimiz, yəni genel olaraq baz alsaq, dəri xəstəlikləri biz həm uşaqlarda, həm yetişkinlərdə biz bu xəstəlikləri daha çox görürük. Sızanaqlar və ekzemanı biz daha çox görürük. Bu əlbəttə ki, belə deyim sizə, uşaqlıq dövründə biz bunu qidalanmada və yaxud da genetik olaraq və yaxud da irsi olaraq dediyimiz yolda biz bu xəstəlikləri biz aşkar edirik və belə deyim sizə, çox zaman biz bütün pasientlərdə, yəni bu Azərbaycanda olsun, mən Türkiyədə uzmanlaşdığım dövrdə, mütəxəssisləşdiyim dövrdə belə ekzema və sızanaqdan daha çox insanların əziyyət çəkdiyini görürdük. Sızanaqlar da özləri bir çox bir mövzuya ayrılır. Biz burada onları danışacaq olsaq, bəlkə bir günümüzü həsr eləyəcək. Biz tibb təhsili zamanımızda uzmanlaşdığımız zaman, ixtisaslaşdığımız vaxtımız bizim demək olar ki, bir çox təsirimiz sızanaqlar, dəri törəmələri, nervüslər bunlar haqqında uzun bir məlumatdadır. Sızanaqlar özləri içində, yəni belə deyim də, bir neçə dala bölünür. Ən çox bizim gördüyümüz sızanaqların həm üst sızanaqlar, həm də başda yerləşən sızanaqlardan biz buna qıl folikulit iltihabı deyirik və yaxud da acneris vulgaris dediyimiz sızanaqlardır. Həm yeniyetməlik dövründə, həm yağlı dəridə, quru dəridə. Yəni biz bunu xüsusi müalicələrlə tətbiq eləyirik və yaxud da xüsusi anamnez forumları toplayaraq pasientlərin bunun kökünə enmək lazımdır ki, biz baxaq görək bu sızanaq nədən yaranır. İndi hal-hazırda sahədə biz görürük ki, bir çox mütəxəssis deyək, akne xəstəliklərində nəyə müraciət edirlər? Bir çox mezoterapiyalardır, nə bilim filan dərmanlardır, üz yuma gellərdir filandır. Biz bunları bilirik ki, bunlar hamısı bir-birinə yanaşı, yəni kombinə şəkildə gedən bir şeylər. Əlbəttə ki, ehtiyac varsa mezoterapiyalar, yəni inyeksiyonlu müdaxilə eləyəcəyik və yaxud da belə deyim sizə ki, üz yuma gellər və yaxud da daxildən gələn bir şeydirsə, biz bunu məcburuq ki, daxildən xüsusi dərman preparatları ilə müalicə edirik. Həmçinin ekzemada bu şəkildə, tək bu belə deyim sizə sızanaqlarda yox, həmçinin ekzemada da bu şəkildədir ki, biz bunun həqiqətən tapmalıyıq ki, nədəndir? Genetikdirmi, xroniki akutdurmu, yəni keçicidirmi? Xroniki olan ekzemalar əlbəttə ki, bir çoxlarımız bilirik ki, xroniki olan ekzemalarla, yəni ümumi bizim həyatımıza yerləşir. Biz onlarla davamlı şəkildə mücadilə edirik, onu qabartmamalıyıq, ona toxunmamalıyıq, onu qıcaqlandıracaq şeylərdən qaçınmalıyıq, bunlara müdaxilə edirik. Amma sızanaqların əlbəttə ki, tamamilə
həlli var. Bu bağırsaqdanmı qaynaqlanır, mədədənmi qaynaqlanır, otoimmun xəstəlikdirmi, sızanağın növü nədir? Dediyim kimi bir çox sızanaq növü var, biz bunları bilirik. Normal, məsəl üçün örnək olaraq sizə hamımızın bildiyi, eşitdiyi aknaris vulgaris sızanağını məsələn örnək verdimsə, ekzemada məsəl üçün sızanaqlar kimi onların da növləri olur. Bu belə deyim sizə sədəf dediyimiz psoriaz xəstəliyi ilə bir yerdə gələ bilər və yaxud da necə deyimsə pullanmış şəkildə gələ bilər və yaxud da alopepsiya arteriya dediyimiz, yəni sırf xalq dilində deyirlər. İndi bir çoxları Dəmirov deyir və yaxud da ocaqlı tökülmə deyirlər. Onunla bir yerdə gələn ekzemalarda biz olur. Ən çox bizdə şikayət olunan özəlliklə ayaq bölgəsində, saç bölgəsində və üz nahiyəsində ekzemalara burada müraciət edirik və sızanaqlara da yetişkin dövrdə və yaxud da yeniyetməliyi dövrünə keçid dönəmində artıq yetişkin dövrə gəlib çatanda uşaqlar belirli bir sinifə keçdiyi zaman biz bu sızanaqları görürük və onlar baxır müəyyən edilir ki, bu həqiqətən yeniyetməlik dövründəki sızanaqdır, yoxsa bu dəridə həqiqətən yağ səviyyəsində, sebum səviyyəsində problem var, qaraciyərdədirmi, bağırsaqdamı? Bunu müəyyən elədiksə, əlbəttə ki, bir çox xəstəliyin müalicəsi mümkündür. Əsas odur ki, biz mütəxəssislər olaraq, uzmanlar olaraq dəqiq diaqnostika biz bildirməliyik ki, dəqiq diaqnostika bildirdikdən sonra hər bir belə deyib xəstəliyin çözümü vardır. Necə ki, belə bir söz var bir xalq dilində, ölümdən sonra hər şeyə çarə var. Biz bunu məlumatını veririk. Əvvəl belə deyim sizə, biz bunu digər mövzuda da biz bunu dedik, yəni sualda da bunu müzakirə elədik. Ən çox dediyim kimi sızanaq və ekzemalardan. Sızanaqlar da dedim özləri içində bölünürlər. Bu saçlı dəridə də gələ bilir, normal üz dərisində də gələ bilir və yaxud da bədəndə gələ bilir və yaxud da sızanaqlar göbələk mənşəyidirmi? İndi biz dediyim kimi sızanaqları böyük bir mövzu açacaq olsaq, əslində bir günümüz belə yetməz o mövzu haqqında danışmaq. Qısaca deyək və ekzemadan dediyim kimi ən çox bunlardan bizə şikayət gəlir ölkəmizdə. Tək ölkəmizdə yox, dünya miqyasında. Mən məsəl üçün Çində, Yaponiyada, Türkiyədə və bir çox ölkədə burada kurslara və yaxud da burada işləməyə getdiyimiz zaman insanların bir çoxu ekzemadan, göbələk tərkibli sızanaqlardan və sızanaqlardan, aknaris vulgaris dediyimiz sızanaqlardan müraciət edirlər ki, bu cür sızanaqlar bizi, yəni allergiyatik dediyimiz sızanaqlardan müraciət edirlər. Bunlardan əziyyət çəkirlər. Həmçinin ölkəmizdə də bu cürdür bu xəstəliklər. Dünyada və Azərbaycanın içində bir dəri xəstəsi. İstatistik olaraq biz bunu nəzərə alsaq, əlbəttə ki, bu istatistik olaraq 2021-2022-ci ildə dünya bazında hər 5 ildə və yaxud da 10 ildə bir bu artıq dəyişir. WHO-nun dediyimiz Dünya Sağlıq Bakanlığı, yəni Dünya Sağlıq Səhiyyə Nazirliyinin açıqladığı məlumatlara görə hər 10 nəfərdən biri, belə deyim sizə, hər 10 nəfər insanı biz baz götürsək olsaq, dünyada 2 nəfərdən hər 10 nəfərin 2 və 3 nəfəri dəri xəstəliyindən əziyyət çəkir. Bunu da Azərbaycana inteqrasiya etdiyimiz zaman 10 nəfər insan olaraq 3-4 nəfəri dəri xəstəliyindən şikayət eləyir, əziyyət çəkir, düzgün belə deyim, yönləndirmə olmadığı zaman bu cür suallar da gəlir ki, biz həmişə bunu eşidirik, Azərbaycanda yaxşı həkim yoxdur və yaxud da niyə dermatologiya zəifdir və yaxud da mən getdim həkimə, bu dərdimə çarə olmadı, bu qədər pul tökdüm, bu qədər. Əlbəttə ki, yenə deyirəm sizə, bizdə bizim insanlarımız da onları da qınamalı deyil ki, sahəmiz biraz dediyim kimi boşluqlar var ki, biz çox küllü miqdarda pul tökdük və o qədər beziblər ki, istəyirlər ki, anında müalicə olsun. Yəni mən çox pasiyent görmüşəm ki, məsələn siz özünüz də eşidərsiniz ki, elə bir dərman verin ki bizə. Məsəl üçün Sovetlər vaxtında belə deyək də, belə bir dərman verdi mənə həkim. O dərmanı çəkdim, tamamilə hər şey itdi, getdi. Bunun biz psixolojik olaraq araşdırdığımızda da buna biz həkimlər olaraq plasebo etki deyirik. Əlbəttə o da ola bilər və yaxud da hər hansı bir dərmanın etkin maddəsi həmin xəstəliyə, göbələyim olsun, sızanağı olsun etki eləyir, aradan qaldırır. 5 ildən sonra yenidən yarana bilər. Bu əlbəttə ki, insan orqanizmi belə bir şeydir ki, onu qızıqlandıran bir şey varsa itə bilər. 5 ildən sonra, 1 ildən sonra yenidən gəlir. Əsas odur ki, biz onun dediyim kimi kökünü tapaq
və bu kökün tapdıqdan sonra bu xəstəliyin həll edə bilərik və aradan qaldıra bilərik. Yəni Azərbaycanda və dünyada dediyim kimi hər 10 nəfərdən bir ortalama götürsək, 3 nəfəri, 2-3 nəfəri dəri xəstəliyindən əziyyət çəkir və problem həllinə yönəlmək istəyir və belə deyim də bu əziyyəti ortadan qaldırmaq istəyir. Belə deyim sizə, bunu qısa, konkret belə demək olsa ki, hansı dəri xəstəlikləri belə deyim də irsidir. Biz bunu irsi olaraq genetik keçici xəstəlik olaraq, məsəl üçün alopepsi arteriya deyirik biz buna və ya yəni ocaqlı tökülmə və yaxud da dəri xərçəkləri biz buna deyirik ki, bunlar genetik olaraq və yaxud da psoriaz olsun, sedef xəstəliyi dediyimiz və yaxud da belə deyim sizə bir çox xəstəlik var ki, əslində genetik olaraq ən çox bizim xalqın bildiyi mən vurğulamaq istəyirəm. Ekzemadır, psoriazdır və dəri xərçəngləridir və dəri törəmələri biz burada deyirik, dəri nevüsləri, bədxassəli. Bunlar çox zaman irsi olaraq, genetik olaraq keçici olurlar. Tutaq ki, bu anada ola bilər, atada ola bilər. Burada fərqlilik varmı? Əlbəttə ki, bəzi insanlarda ata tərəfdə daha basqınlıq varsa, atadan keçmə dəri xəstəliklərini biz görə bilirik və yaxud da anadan basqınlıq daha yüksəksə, ana tərəfdən olan irsi xəstəlikləri keçə bilir. Buna məsəl üçün mən örnək olaraq verə bilərəm ki, sizə. Kişilərdə biz görürük ki, saç tökülmələri, məsəl üçün örnək olaraq dəri xəstəlikləri irsi verir. Görürük ki, kişilərdə ən çox atadan gələn biz şeyləri görürük, irsiləri ki, atamda saç tökülməsi var, dayılarımda yoxdur. Ona görə ata tərəfim, əmlərim hamısı saçı tökülüb. Doktor, mənim də saçım töküləcək. Bu qaçınılmaz bir şeydir. Əlbəttə tökülmə ola bilər. Belə deyim də sizə, vaxtında müdaxilə eləsək biz saç tökülməsinə, bunun qabağını ala bilər. Bu vaxtında müdaxilə bəzi kişilər, kişi pasiyentlər elə bilir ki, tökülmə başlayanda gəlmədi. Yox. Əslində bu ilkin yaşda 18-20 yaşında biz bu tökülməni qeydə ala bilsək, o dövrdə müdaxilə edə bilsək, onun qabağına kesit qoya bilsək, tamamilə dazlaşma, keçərləşmanın qabağını ala bilərik. Eyni cürdə bu ekzemada da belədir, dəri xərçəklərində də belədir, dəri xəstəliklərində də bu cürdür. Yəni keçici irsi xəstəliklər. Keçici xəstəliklərə örnək verə bilsək, allergiya və göbələk mənşəyi biz xəstəlikləri, bəli, allergiya məsəl üçün xəstəlikləri var ki, tutaq ki, bəzi allergiyalar var ki, biz buna örnək verə bilərik. Tutaq ki, hansı allergiyadır? Göbələk mənşəyi allergiyalardır ki, bunlar keçə bilir. Məsəl üçün, loru dildə el arasında qotur xəstəliyi biz deyirik. Bu göbələk mənşəyidir və mikroorqanizmal bir xəstəlikdir, biz bunu bilirik. Tutaq ki, onun dəsmalı, onun Dəmirov dediyim kimi xəstəliyi məsəl üçün istifadə elədim. Biz oğlanlarda çox zaman uşaq vaxtda nəyi müşahidə eləmişik? Məşqə gedirdim, nə bilim, cidoya gedirdim və yaxud da güləşə gedirdim. Biz orada o dəsmaldan istifadə elədim, dostumun dəsmalından. Saçıma Dəmirov keçdi, saqqalıma keçdi və yaxud da bədənimə qotur düşdü filan. Bu xəstəliklər keçici xəstəliklər. Bunlar mikroorqanizmal və infeksionist dediyimiz xəstəliklərdə, bu cür xəstəliklərdə əlbəttə ki, dəriyə təmas dediyimiz və yaxud da göz qişasına təmas dediyimiz bu göz ətrafındakı xəstəliklərdə biz bunları görə bilirik. Keçici xəstəliklər olaraq bunu nəzərə ala bilərik. Dəri xəstəliyindən ölən varmı? Bəli. Var, qaçınılmazdır. Bu hər bir xəstəlikdə belədir. Məsəl üçün, eşidə bilərsiniz ki, mənim babam 10 dəfə COVID keçirdi. İndi doğru dilə deyirəm, məsəl üçün, 2 dəfə COVID keçirdi, ölmədi. Bir dənə qrip tutdu, qripdən öldü. Bu, bilirsiniz necədir? Dəri xəstəliyi də bu cürdür. İndi bu hal-hazırda biz görürük ki, qeyri-mütəxəssis olanlar hər bir xala müdaxilə eləyir. Törəmədir bu, nevusdur. Biz bunu dermatoloq olaraq, biz bunu müayinə edirik. Bu xallara baxırıq. Xoş xassəlidirmi, bəd xassəlidirmi? Biz buna müdaxilə eləmək üçün ilkin növbədə bizim pasiyentin anamnez formunu toplayırıq. Nə zaman yaranıb, neçə yaşdan yaranıb, uşaqlıqdanmı var, niyə yaranıb, onun kökünə və yaxud da bizə də dermatoskop dediyimiz biz cihazla bunu müayinə edirik. Müayinə elədiyimiz zaman da bizə də bu sual qalan sırf törəmələr var ki, biz onları cərrahi vasitəsilə və yaxud da xüsusi cihazlarla biz onları kəsib götürürük, əkimə göndəririk. Biz onların hersinə baxırıq, patologiyasına baxırıq, rəngləməsinə baxırıq. Əgər həqiqətən bu xal, belə deyim sizə, bu törəmə, tək xal deməyək, bu törəmə bəd xassəlidirsə, biz bunun müalicəsinə başlayırıq. Yox, kənarda biz çox görürük ki,
Doktor getdim, bu hissəmdə xal var idi. Götürdülər, itdi, 1 ildən sonra böyüdü, gəldi. Biz bu xala əlbəttə ki, biz də bunu gəlin götürək, bəlkə 1 ildən sonra yanacaq. Allah eləməsin. Bu dəri xərçəngi səssiz gələn bir xərçəkdir. Biz necə deyirik ki, bizim qaraciyər orqanımız səssiz bir orqandır. Dəri də bu cürdür. Dəri qaraciyərdəki problemi üzə verir. Qırmızı svetofor kimi biz necə svetoforda qırmızı işıq yanır, gözləyirik, dəri də budur. İçdə, daxildə bir problem var ki, dəri bizi buna xəbər verir ki, sən buna baxmalısan, bunun kökünə enməlisən, bunu bilməlisən. Ona görə də dəridəki olan kiçik bir problemi biz ən azından biz niyə pasientlərə deyirik, üzünüzdəki sızanağı sıxmayın. Biz çox bir qəzetlərdə, məqalələrdə görürük ki, dəridəki sızanağı sıxırlar. O sızanaqdan Allah eləməsin, üzdə böyük bir infeksiya yaranır. O infeksiyada gətirib ölümlə də çıxarda bilər. Tək dəri xərçəngi yox, üzdəki kiçik sızanaq belə yanlış sıxılma və yaxud da üzdə çox oynama, biz deyirik ki, üzvü didmə. Çox pasiyentə deyirik ki, didmə. Bu üzdəki didmə belə, üzr istəyirəm, üzdə böyük bir infeksiya nədən ola bilər. O infeksiyada əlbəttə ki, gətirib ölümlə sonuçlandıra bilər və həyat riskini böyük dərəcədə təhdid eləyə bilər. Hər saat üz dərisini yumaq və yaxud da əli yumaq, özəlliklə bizə bərbərlər çox vaxt gəlir əldə və dəridə şikayətlə bağlı. Hər dəqiqə, hər saat əli və üzü yumaq biraz doğru deyil əlbəttə ki. Niyə doğru deyil? Çünki əlin və dərinin də öz habitatı deyirik biz, yəni öz təbiəti var. Biz bu təbiəti pozduğumuz zaman, çox zaman biz bunu Covid vaxtı müşahidə elədik. Görərsiniz ki, bəzi pasiyentlər bizə gəlirdi ki, doktor, mən mikroblardan və viruslardan qorunmaq üçün əl spirtlərindən və dezinfektanlarından istifadə edirdim. Biz o əl dərisində, üz dərisində nəyi görürdük? Görürdük ki, əlin təbiəti pozulub və əldə quruluq baş verir. Ekzamaya doğru gedir, psoriaza doğru gedir. Yatqınlıq artıq dəri xəstəliklərinə doğru gətirib çıxarda bilir. Bu deməkdir ki, əlbəttə ki, biz hər dəqiqə başı əlimizi o deməkdir ki, indi bizim iş şəraitimizə də bağlıdır. Bu məsəl üçün ustadır, fəhlədir. Özəlliklə dediyim kimi bərbərlər bütün gün saç hər cür insanla məşğul olur deyə əlin tez-tez bəli, qabıyanlar məsəl üçün məsəl üçün qabıyan insanlar bütün gün əlləri sudadır. Məsəl üçün qabıyan çox gözəl yerə vururuz. Bizim bir pasiyentimiz var, hətta bir neçə dənə pasiyentimiz olur ki, əlin qabıyan şampunlara qarşı əlində xüsusi bir ekzema, individual olaraq o pasiyentə uyğun bir ekzema xəstəliyi aşkar olunmuşdu. Biz o pasiyentə əlbəttə ki, qabağını ala bildik bu xəstəliyin və xüsusi əlcəklərdən və hansı belə deyək də təmizləmə, necə deyim sizə, qabıyan şampunlardan istifadə eləyəcəyini məsləhət görürük ki, bunlar daha yaxşı olar da ki, bunlardan istifadə eləyin. Tərkibində paraben, məsəl üçün dediyimiz olaraq kimyəvi maddələrini açıqlayıcı olaraq pasiyentə məlumat verirdik. Yəni, hər dəqiqə başı əli yumaq da əslində yaxşı deyil. Atalarımızın çox gözəl bir sözü var ki, hər şeyin fazlası, hər şeyin çoxu zərərdir. Eyni qaydada dəridə bu cürdür. Dərinin təbiətini biz pozmadığımız şəraitdə əlbəttə ki, üzümüzü təmizləməliyik, əlimizin higiyen və gigiyenkasına diqqət yetirməliyik biz bunun. Qış aylarında dərinin qurumasının səbəbi bu çox belə deyim də səbəbi ola bilər. Çünki niyə səbəbi ola bilər? Hər insanın dərisi fərqlidir. Biz bilirik ki, ana nədən olaraq dəriləri 3 növə bölürük. Yağlı dəri, quru dəri və karma dəri biz buna deyirik. Yəni qarışıq dəri tipi deyirik biz buna. Biz çox zaman belə deyim sizə, qış aylarında daha atoptik dəri tipi deyirik biz buna. Yəni təbiəti pozulmuş dəri tipi deyirik ki, kişilərin və qadınların ağız və göz ətrafında biz çox görürük, pullanmaları görürük. Dəri belə bir şeydir, soyuğa və istiyə reaksiya verir. Görürsünüz ki, yay aylarında çoxsu deyir ki, gəzdim, özəlliklə Bakıda və dənizkənarı Sumqayıt, Novxanda yaşayan bizim əhalimiz. Biraz gəzirəm, tərləyirəm, dərim yağlandı. İstidə biz bunu görürük. Dəri başlayır tər ifraz eləməyə, yağ istifadə və sebum eləməyə ki, dərini günəşə qarşı qorusun. Əlbəttə ki, dərinin də özünü qoruma mühiti var. O, beyin ona siqnal göndərir, dəri özünü qoruyur. Quru dəri isə, qışda isə dəri
dəri susuz qaldığı üçün atopik dəri tiplərində özəlliklə biz bunu görürük. Yağlı dəri tiplərində çox müşahidə eləyə bilmir, amma onlarda müşahidə olur. Soyuqda dərinin direnci qırılır deyə özəlliklə göz ətrafında və ağız çevrəsində biz bunu görürük və qulaq arxasında görürük. Dəri quruyur və quruduğu zaman da pullanma verməyə başlayır. Biz bu tipli insanlara nəmləndiricilərdən, xüsusi okluziv kremlərdən, yəni o dərinin əvvəlki vəziyyətinə qayıtmaq üçün xüsusi krem və belə deyim də məhsullardan istifadə etməyə məsləhət görürük. Amma və lakin hər dəri də soyuq aylarda pullanır. Bunu biz hava şəraitinə də bağlaya bilmərik. Daxilə yenə baxırıq. Hər şey dediyim kimi həm daxil, həm xaricdən. Biz buna baxmalıyıq ki, bu nədən qaynaqlanır? Ona baxmalıyıq. Yəni qış aylarında dərinin quruması dərimizin bizim hava şəraitinə tək qış ayında yox, yayda və qışda havanın soyuq və isti olmasına qarşı dəri reaksiya verir. Dəri reaksiya verdiyi zaman da bu şiddətli də ola bilər, yaraya da çevirə bilər. Məsəl üçün biz qış aylarında çox zaman pasientlərdə, özəlliklə rozasiya dediyimiz gül xəstəliyi olan pasientlərdə görürük ki, üzərində qılcal damar, özün orta hissəsində görürük ki, qızarıqlı gül kimi pörtməyə başlayır. Biz ona görə gül xəstəliyi və rozasiya xəstəliyi deyirik. Üzün bu hissəsi başlayır alov kimi yanmağa. Ən çox da birinci, ikinci dəri tipli biz bunu pasientlərdə və insanlarda görməyə başlayırıq. Və biz bu pasientlərə xüsusi müalicələr və xüsusi dərini bərpa edəcək, özəlliklə dərinin matriksini bərpa edib bu dəri quruluğunu və atopik dərinin dəri xəstəliklərini aradan qaldırmağa kömək edirik. Həkim cəmiyyəsi olaraq, dermatoloq olaraq biz özümüz də iki hissəyə bölünmüşük. Necə ki, bu əvvəllər olur ki, dəri üzr istəyirəm, dünya yumrudur və yaxud da düzdür. Həkimlər də iki cəmiyyəyə bölünür burada. Ki, günəş kremi zərərlidir, istifadə eləməyin və yaxud da günəş kremi qış və yay aylarında istifadə olunmalıdır. Mən məsəl üçün günəş kremindən istifadə olunmağını məsləhət görürəm. Niyə? Mənim hal-hazırda öz üzümdə belə studiyaya gəlmişik. Nə olsun? Biz artıq keçid dönəmindəyik, payız fəslindəyik. Baxın, bu ledlər var. Biz çəkim otağındayıq. Bu ledlər belə ultraviyole dediyimiz işıqlar verir bizə. İndi bunun kimyəvi olaraq tərkibinə ensək, bunlar dəridə fototip dediyimiz, özəlliklə 3-cü və 4-cü, hətta 1-ci, 2-ci dəri tiplərində də biz bunu görürük. Dəriyə xüsusi dalğalar göndərir. O dəridə ləkələnmələr yaradır. Bu ləkələrdə Allah eləməsin üstünə düşmədiyimiz zamanda üzdə xoşa görünməz problemlər yaradır. Tutaq ki, düzgün müalicə olunmasa yenə də gətirib çıxarda bilər, dəri xərçənginə bilər, gətirib çıxarda bilər. Yəni bunu pasientləri mən qorxutmaq da istəmirəm. Bizim bir cəmiyə da deyir ki, günəş kremindən istifadə etdiyimizdə dəri xərçənginə gətirib çıxardır içindəki ham maddəsini olaraq. Amma belə deyim sizə, hal-hazırda soluduğumuz hava, nəfəs aldığımız hava, yediyimiz qidaların genetikası, yəni GDO-su dəyişibliyə, onlar belə zərərlidir. Bu dəqiqə zərərsiz bir şey yoxdur. Biz hal-hazırda mən bu düşüncədəyim ki, nədən qoruna biliriksə, bir o qədər qorunmalıyıq biz ki, yəni onun qabağını almalıyıq. Günəş kremi nə qədər zərərli olsa da, günəşin və evdə oturduğumuz led işıqlarının zərərlərindən bizi qoruyur, yəni günəş kremi. Yay, qış fərq eləmir. Biz hər mövsümdə, əlbəttə ki, yay günəş kremləri fərqli olur və sonbahar dediyimiz, yəni payız günəş kremləri daha açıq tipli, yay aylarında da biraz daha fondöten tipli dediyimiz daha bağlayıcı, kamuflaj ediləcək günəş kremlərindən istifadə edilir. Hər mövsümdə günəş kremi və tək günəş kremi yox, hər mövsümdə dəriyə qulluq olunmalıdır. Bu həm kişi üçün keçərlidir, həm qadın üçün keçərlidir. Niyə? Kişilər gəlir bir yaşda bizim yanımıza, doktor, mən 30 yaşımda dərim çox qəşəng idi, 40 yaşıma gəlmişəm, Allah uzun ömrü versin deyirik sizə, 40 yaşıma gəlmişəm, məni qaytar 30 yaşıma. Belə bir şey varsa, mən həmin pasiyentə deyirəm, belə bir şey varsa, onu biz taparıq, həm milyoner olarıq belə, yəni belə bir möcüzəvi bir iksir varsa, o kinolarda biz bunu görürük də, vaxtında qulluq, həm orqanizmə, həm daxildən, həm xaricdən biz qulluq eləsək, inanın bir çox problemin qabağını almış ola bilərik. Amma bu dəqiqə çox şey zərərlidir. Biz yəni bir şeyin zərərinin dibinə enməyə çalışsaq, yəni o demək deyil də biz zərərlidir, bundan istifadə eləmək. Çox cüzi bir örnək verim, yediyimiz çörək, yediyimiz qidalar belə hal-hazırda zərərlidir. Bəli, hər dəri tipinə uyğun bayaqları izah elədik. Məsəl üçün ki, biz dedik ki, 3 ana bölüm olaraq
quru, yağlı və qarışıq dəri tipinə uyğun kremlər, sabunlar, yəni üz baxım, biz bunlara ev baxımları və professional dermatoloji baxımlar olaraq biz bunları ayırırıq. Bir çox pasiyent elə bilir ki, həkimlərin istifadə elədiyi mən gedib evdə istifadə eləsəm olacaq. Xeyr, biz onlardan istifadə elədiyimiz zaman əlbəttə ki, hansısa bir cihazlarla, nələrləsə istifadə edirik ki, bu bizim professional klinik baxımımız deyirik və biz pasiyentlər üçün xüsusi olaraq ev baxımları deyirik. Bu gözaltı krem ola bilər, belə deyim sizə, lip dediyimiz dolaq kremləri ola bilər və yaxud da gecə kremlər dediyimiz, yuxu dövründə girdiyimiz baryer kremlər olaraq da biz bunları nəzərə ala bilərik. Hər dəri tipinə görə əlbəttə ki, uyğun preparatlar, uyğun məhsullar var. Ona görə pasiyent deyir ki, mənim dərim yağlıdır, mən gedim quruya görə istifadə olunan məhsulu istifadə edirəm, mənim dərimə düşmədi, sızanaq verdi və yaxud da quruluq verdi. Bu bundan qaynaqlandırır. Yəni mütəxəssis sizi doğru belə deyim, preparata yönləndirsə, heç bir problem yaşamazsınız əlbəttə ki. Çox gözəl bir mövzudur. Bizim belə deyim sizə, insanımızın, çox üzr istəyirəm, bu şey olmasın, cəmiyyətimizin deyə də bu, yəni ifadəmə görə alçaltmaq olmasın. Bu əslində bizim cavan kadrın indiki hal-hazırdakı bizim cəmiyyət, bizim belə deyim də cəmiyyətimizin çox bildiyi yanlışlardan biri budur. Bu o demək deyil ki, biz cəmiyyətimizi alçaltmaq kimi çıxmasın. Əslində bu bizim cavan kadrın üstünə düşəcəyi bir mövzudur ki, biz xanım və bəylərimizə hələ də mən yanıma gələn, biz artıq 2025-ci ildə yaşayırıq. Çinə getdiyimiz zaman, yəni Asiya ölkələrinə getdiyimiz zaman, Türkiyə və Avropa ölkələrinə getdiyimiz zaman görürük ki, artıq bəzi qızın botoksla doğulun fərqini bilir nədir. Amma bizdə hal-hazırda bəzi insanlar var ki, o da bizim mütəxəssis və qeyri-mütəxəssislərin mən üstünə günah atıram ki, izah etmir. Bu işi pul nahiyəsinə, belə deyək də, necə deyim sizə, pul xətrinə görürlər deyə. Bizim sahə dedim axı ilk başda çox geniş və diqqət olunacaq bir sahədir. İzah etmirlər deyə, sırazı gəl sənə dolğu eləyim, botoks eləyim, səni 5 yaş cavanlaşdırım, 10 yaş cavanlaşdırım. Əslində cavanlaşma, biz 5-10 yaş dərini cavanlaşdırırıq. Mən sənin dərini cavanlaşdırma, sənin metabolizmanı, sənin sümüyünü, sənin kaslarını, yəni əzələ sistemini cavanlaşdıra bilmirəm. Sənin dərini 5-10 yaş cavanlaşdırıram və bəzi qeyri-mütəxəssislər insanları belə deyək də aldadır ki, səni 5-10 yaş cavanlaşdıracam. Əslində biz 5-10 yaş insanın öz yaşı ilə dəri yaşı tamamilə fərqlidir. Ona görə bizim dəri analizator cihazlarımız var. Və biz pasiyentlərə mən hər zaman bilməyən pasiyentlərimə izah edirəm. Baxın, dolğu hər zaman diş həkimlərinin örnək verirəm. Bizim əgər dişimiz çürüyübsə, kariesin diş həkimləri təmizləyir, kanal tədavisi varsa, yəni kanal müalicəsi varsa, kanalı müalicə edir, üstünə plomba qoyur, yəni dolğu qoyur da. Biz buna Azərbaycanda dolğu deyirik biz buna. Dəridə də eyni qayda. Dəri dinamik və statik qırışıqlar deyirik də biz buna. Statik qırışıqlar olanda, yəni biz bunu botoksdan önünə keçirik. Botoksu da izah edəcəm və oluşmuş qırışıqlar deyə də loru dildə danışırıq. Yəni çuxur oluşubsa burada mən bunu məcburam, bunu dolğu ilə, loru dildə deyə biraz da xalq dilinə çevirək, gellə mən bunu doldurmalıyam ki, bu dərini əvvəlki yaşına qaytarım. Sizi yox, baxın. Dərini əvvəlki yaşına qaytarım. Bir daha vurğulamaq istəyirəm. Botoks isə biz buna statik qırışıq deyirik. Yəni oluşmamış qırışıqlar, dərin qırışıqlar. Botoksu da vururuq ki, siz əgər 30 yaşınızda botoksa başlasanız, indi çoxları deyir ki, mən 30 yaşıma kimi botoks istifadə eləməmişəm. 40 yaşımda başlayarım. Tamamilə bu da səhv fikirdir. Siz gərək erkən dövrdə botoksa başlayasınız ki, bu dinamik dediyimiz qırışıqlar sizdə oluşmasın. Siz 30 yaşınızda başladığınız zamandan 25 yaşınızda botoksa başlayacaqsınız ki, bu yaşda üzünüzdə qırışıq oluşmayacaq və 2 millim və yaxud da 1 millim biz dolğudan istifadə edəcəksə, sizdə 0,5 və 1 millim dolğudan istifadə biz problemi həll edəcəyik. Əlbəttə ki, dərinin yaşı və insanın yaşı, yaş keçdikcə dünyanın cazibə qüvvəsinə biz meydan oxuya bilmirik deyə, dəridə qırışıq onsuz da olacaq. Ona görə nə qədər tez biz botoksa başlaya bilsək, botoks
dediyim kimi botulinum toksin dediyimiz bir maddədir. Üzdəki mimiki əzələləri, sinir yox, baxın. Sinirə əlbəttə ki, bəzi qeyri-mütəxəssislər sinirə gedib müdaxilə etdiyi zaman siniri vura bilir. Dərinə endiyi zaman da o da necə bir iş başarırsa onlara da mən buradan salamlarımı göndərmək istəyirəm. Yəni, üzdəki mimiki əzələləri biz donduraraq alın nahiyəsindəki, tutaq ki, qırışı, özəlliklə kişilərə vurğulamaq istəyirəm, alın nahiyəsində qırış oluşmur və dolğuya verəcəyi pul qalır cibinə. Özünə gedər istirahət eləyər, bir ölkəyə gedər, filan gedər. Buradan da pasiyentlər belə biləcək ki, dolğu ilə botoks bahalı bir şeydir. Hər qiymətə var indi hal-hazırda bizim bazarımız sağ olsun. Yəni ki, siz erkən yaşınızda botoksa başlayırsınızsa, dolğu sərfiyyatınızı öncə keçirsiniz. Botoks mimiki qırışların önünə keçir, sizi gələcək yaşınızdakı qırışları əngəlləyir. Dolğu isə botoksa gec başlamısınız, bunu mən bu cür bütün pasiyentlərə izah edirəm. Botoksa gec başlamısınız, artıq sizin qırışıqlar oluşub. Bunu yalandan istəyib botoks da vurun. O botoks qırışıqlıq açmır. Altında biz hipertrofik skar deyirik də biz buna. Yəni hipertrofik çökmələr və çapıqlar deyirik. Məcburuq ki, o çapığın altını biz dolğu ilə dolduraq. Eyni dişdə də bu cürdür. Karies təmizlənir, üstünə plomba qoyulur, dəri də bu cürdür. Dərinin altı separasiya olunaraq dolğu qoyulur və dərini əvvəlki yaşına, əvvəlki vəziyyətinə qaytarır. Mən bunu bütün pasiyentlərimə izah edirəm. Biri toksindir, botulinum toksin, digəri isə hyaluronik turşusu dediyimiz, hyaluronik asid dediyimiz insan bədənində, insan gözündə, insan oynaqlarında təbii dolğudan biz istifadə edirik. Bir daha vurğulayıram, təbii olmayan dolğulardan istifadə etmirik. Bunlarda ad çəkməyə ehtiyac yoxdur. Xüsusi bizim bədənimizdə olan hyaluron turşusunu bu oynaqlar və gözdə və dəridə var. Yaşla bağlı bu enir deyə bizim qırışığımız oluşur. Biz də bunu dərinin əvvəlki yaşındakı sintetik və doğal tərkibdə bağlanmış, çarpaz bağlanmış şəkildə dəriyə nüks edirik və dolğunu veririk və o qırışıqlardan azad oluruq və yaxud da dəriyə sallanmalar olur. Yerin cazibə qüvvəsinə görə dəri düşür aşağı və biz bunu xüsusi üzdəki kanallara, pedlərə deyirik biz bunu, üst yağ pedlərlə vuraraq dərini əvvəlki yaşına, əvvəlki vəziyyətinə qaytarırıq. Dolğu ilə botoksun fərqi budur. Yəni siz ilkin yaşda, ilkin dövrlərdə botoksa başlasaz, həm üzünüzü və həm qırışınızı qoruyacaqsınız. Dolğu da əgər üzünü botoksa gec başlamısınız, onun çözümü var. Dolğu ilə, biz hyaluron turşusu ilə bunun qabağını alacağıq və bunu dolduracağıq. Bu cürdür. Yəni bu cür yanlış məlumatı bizdə çoxdur. Mən deyir burama dolğu elətdirdim. Biz deyirik ki, bu dolğu deyil, bu botoksdur. Siz səhv bilirsiniz. İzah edir, deyir, hə doktor düz deyirsiniz ki, hə mən botoks elətdirmişəm, amma getdiyim mütəxəssis mənə dolğu deyib. Aldadıb və yaxud da həmin mütəxəssisin heç bilgisi yoxdur ki, dolğu nədir, botoks nədir, amma ki, vurur, istifadə edir bu cür. Gəncləşdirmə dediyimiz bizim indi hal-hazırda anti-aging deyirik, özəlliklə altın vurğulayıq, biz buna gənclik peyvəndləri deyirik. Yəni bu inyeksiyonlu da ola bilər, aparatura da ola bilər və yaxud da ev baxım və professional baxım kremlər də ola bilər. Əlbəttə ki, bizim 30 yaşındakı pasiyentlə 45-50 yaşındakı pasiyentin dərisi bir-birindən fərqli olur. İndividual pasiyentdə olur ki, genetik özəlliyi olur, avantajları olur. Onların 30 yaşındakı pasiyentin dərisi daha, belə deyək, can alıcı olur, baxım olaraq daha, belə deyək, pis olur. Amma 45 yaşındakı genetik olaraq daha üstündür deyə, onun dərisi 30 yaşındakı xanım və bəyə görə daha, belə deyək də, yaxşı görünür. Bu individualdır. Amma və lakin, belə deyim sizə, biz hər yaş növünə görə bizim preparatlarımız var. Biz buna deyirik 25+, 18+, 30+, 45+ dediyimiz 60, hətta biz 50 yaşdakı pasiyentlərə biz gənclik inyeksiyalar deyirik və aparatura da eyni qaydada. Aparaturalarda 18 artı, yəni plus dediyimiz və yaxud da 35 artı biz bizim xüsusi aparaturalarda işlədiyimiz protokollarımız var da biz bunu bu cür nəzərə alırıq. Hər vaxtında dəriyə qulluq həm inyeksiyonlu, həm baxım krem olaraq, həm də aparatura biz əgər baxım ediriksə,
heç bir nə ziyanı, nə də belə deyim, əslində gec qalsaq ziyanı var ki, çünki 18 yaşında sonra baxım eləməyib, 45 yaşında gəlir mənə 18-30 yaşıma qaytar deyir. Bu yenə deyirəm, elə bir şey varsa, iksir varsa, biz onu taparıq, həm milyarder olaraq, həm bir belə deyim, innovasiya eləmiş olarıq, önə keçmiş olarıq. Belə bir şey biraz deyək, xalq dilində, biraz masallarda, biraz rəvayətlərdə keçir. Bu biraz doğru olmaz da. Heç bir pasiyenti də aldatmaq lazım deyil ki, səni bir iynə ilə 45 yaşından 30 yaşına qaytaracağam. Bu bizdə bilirəm, görmüsünüz ki, bərbərlərdə var. Səni 30 yaşından 15 yaşına qayıtır. Bu belə bir şey əslində yoxdur. Belə deyim, ola bilər saç kəsimində ola bilər, amma bizim sahədə, dəridə vaxtında qulluq, müdaxilə, nə bilim, ziyanın nərəsindən dönsən də kardır. Amma məcburuq ki, yəni vaxtında qulluq eləyək. Vaxtında qulluq elədiyin zaman cibinizə də, öz dəri sağlamlığınıza da xeyirdir. Bunu da nəzərə alın. Mən bunu bütün pasiyentlərimə deyirəm. Belə deyim sizə, vampir terapiyası, indi bunu xalq dilində vampir terapiyası adlandırır. Biz buna PRP terapiyası deyirik də, yəni Patent Rich Plasma qısaldılması adıdır. Biz əslində vampir terapiyası son illərdə çıxmağa başlayır. Bu sosial media olsun, nə bilim mətbuat olsun. Yəni bu nə deməkdir? İnsanın öz qanından gələn, biz buna gözəllik deyirik. Niyə? Biz bu insanın öz qanından gələn gözəlliyi dolğu da eləyə bilirik. Bu nədir? İnsan qanında platent risk plazmalar var. Yəni platentdən zəngin plazma deyirik buna. Bunlar baxın, çox yerdə aldadırlar insanları. Kök hüceyrə xeyr, tamamilə səhvdir. Bunların içində bir qədər kök hüceyrələri təşviq edən maddələr var, bəli. Bunların adı platentdir. Ona görə bunlara PRP, yəni platent rich plazma deyirik. Yəni plazmada zəngin, belə də platentdən zəngin plazma deyirik biz buna. İnsanın qanını biz çökdürərək bu PRP-ni alırıq. PRP-də belə deyim sizə, platentdə PRP-nin çox cüzi orta miqdarındadır. Burada da bizim istifadə dediyimiz problikalar önə keçir. Ona görə hər yerdə hər qiymət var. Bəzi yerdə 10 manatadır, bəzi yerdə tutaq ki 500 manatdır. Məsəl üçün müqayisəsini indi burada insanlara açıqlamaq, xüsusi ortada olunan bir miqdar var ki, biz onu dəriyə vuraraq, tək dəri yox, bu travmatologiyada, oynaqlarda və yaxud da qulaq iltihabında və yaxud da bizim dermatologiyada həm dəri və həm saçda, saç köklərini biz uyararaq tökülməsin. Bu platent risk plazmalar nə edir? İnsan bədənində hansı nahiyyə biz bunu tətbiq edirik? Beyinə siqnal verir. Beyinə deyir ki, gəl burada bir problem var, gəl onu həll elə. Bu problem saç tökülməsi ola bilər, ekzema ola bilər, alopepsiya arteriya dediyimiz ocaqlı tökülmə ola bilər. Xəbər verir ki, gəl buranı bərpa elə. Beyin bunu yönləndirir. Bunu sizə loru dildə izah edeyim. Biz uşaq vaxtı yıxılırdıq. Görürdük ki, dizimiz və yaxud da qolumuzun bu nahiyəsi yıxılırdı, qanıyırdı. Qanayandan sonra sarı bir sıvı gəlirdi də, sarı və açıq belə deyilərəkdir. Bu platent risk plazmadır. Beyin bunu göndərir ki, get bu nahiyəni bərpa elə. Eyni qaydada biz bunu qandan alırıq. Həmin nahiyə tətbiq edilir. Bu həmin nahiyədə, o tətbiq nahiyəsində oranı bərpa edilir. Ona görə indi bəzi mütəxəssis və qeyri-mütəxəssislər var ki, platent risk plazmada, o PRP-də çox al. Məndə 5 millim alındı, səndə 2 millim. Əslində bizim 5-10 millim deyil. Bizim onun orta hissəsində bölümlü bir hissə var. Plazma ilə və trombositlərin ayrıldığı nahiyədə xüsusi bir nahiyə var. Bizə lazımlı olan o nahiyədir. O nahiyəni alıb biz tətbiq edirik. Və bunu da biz insanlara, bizim cəmiyyətə də öyrədirik ki, yuxarıda qalan o sıvıda da təşviq eləyəcəyi əlbəttə ki bir hissə var, amma bizim üçün ən önəmli olan o hissədir. Oranı vursaq, digər hissə də üzə lifting verir, üzü parıldadır, üzü sızanaqların qurutmağa kömək eləyir. Yəni hamısını birlikdə biz belə deyək qarışdırıb bu cür üzə tətbiq eləsək nə gözəl. Yəni bizim müalicəmiz, bizim prosedurumuz daha yüksək səviyyədə, daha xoşa gələr və müsbət biz effekt bir ala bilirik. Yəni vampir terapiya son illərdə mənə ilk başda bir pasiyentim demiş ki, doktor, mən vampir terapiyaya gəlmir. Belə qaldım ki, vampir terapiya nə deməkdir? Yəni biz də eşidirik. Sonradan araşdırıb görürük ki, bu PRP-dir. Platent rich plazma deyirik biz buna. PRP prosedurudur və o PRP prosedurunu nə dərəcə düzgün eləyirlər. Bəziləri ona görə görürüz ki, mən elətdirdim 5 seans, heç bir şeyin görmədik. Bu o deməkdir ki,
Siz bunu düzgün eləməmisiniz. Ona görə bəzi gedir 2 seans eləyir, daha yaxşı nəticə görür. Bəziləri gedir 5 seans eləyir, heç nəticə almır. Bu mütəxəssisin istifadə elədiyi, uzmanların, mütəxəssislərin istifadə elədiyi məhsullardan. Dediyim kimi nə dərəcədə düzgün istifadə edilir, ondan asılıdır. Təbii üsulla cavan qalmaq, biz əgər belə deyim sizə, bu indi bəzi həkimlər buna inanır, bəziləri inanmır. Bu çakra təmizliyidir, ondan sonra nə bilim meditasiyadır. Biz əgər dağların başında Tibetdə yaşayırıqsa, yəni stressdən uzaq, Bakının probkasından uzaq, əsəbdən belə deyim də gərginlikdən uzaq qalırıqsa, bəli, təbii üsulla cavan qala bilərik. Ona görə bizim dədə-babalarımız o vaxt deyir ki, 100 yaş, 90 yaş bizim üçün heç nə idi. Biz onlara o yaşlara qoca deyirdik, 100 yaşdan hətta sonrakılara. İndi insan istatistikası 60 yaşdan sonra bilirsiniz də cavan, yəni cavanlıq dövrü bitir, artıq biz qocalıq dövrünə keçirik. Bu ondan qaynaqlanır. Şəhər şəraitində, betonlaşmada, yəni təbiətin az olduğu nahiyədə təbii üsulla cavan qalmaq, tək təbiəti bura daxilləməyək, stress, yorğunluq, iş rejimi mümkün deyil ki, biz təbii üsulla cavan qalaq. Ona görə də bizim dermatoloqlara, bizim dermatoloji dəri və zührəvinə, dəri xəstəliklərində olan mütəxəssislərə səslənirəm. Böyük iş düşür, böyük yük düşür və bunu düzgün bir şəkildə məlumatlandırmaq bizim üstümüzdədir, bizim öhdəmizədir. Tək dermatoloqlara yox, həm də terapevtlərə, endokrinoloqlara, hormon həkimlərinə, olur dildə desək, və daxili xəstəlik həkimlərinə və mütəxəssislərinə düzgün qidalanma, düzgün yaşama, düzgün belə deyim sizə, yaşam tərzi, həyat tərzinə böyük önəm düşür. Bu əslində davranış şəklidir. Burada psixoloqlar da işin içinə girir. Yəni biz bir-birimizlə əslində kombinasiya işləsək, hər bir xəstəliyin, hər bir problemin zaten çözüm həlli var, belə deyim sizə. Əlbəttə ki, saç tökülməsi ilə dəri mühitinin belə deyək də bir-biri ilə necə deyim sizə, düz mütənasibdir. Məsəl üçün örnək verəcək olsam, bəzi pasientlərimiz siqaret istifadə edir də, məsəl üçün biz buna örnək verək. Siqaret istifadə edənlərin görürük ki, dərisində daha tez qocalma və saç tökülmə, əgər genetikdə də yoxdursa, saç tökülmə, tək bunu siqaretə şamil eləmək, alkoqollu içkilərdən istifadə və yaxud da kofein tərkibli, buna kofe ola bilər, qazlı içkilər ola bilər. Yəni bunların içinə biz daxil edə bilərik. Yenə də burada görürsüz, nəyi biz vurğuluruq? Düzgün yaşam və düzgün qidalanma. Əgər bu yoxdursa, bizdə saç tökülmə, dərinin mühitinin pozulması, biz alopecia-areata niyə deyirik ki, bu belə deyim də stresslə qaynaqlanan və dərinin mühitinin pozulması ilə qaynaqlanan bir şeydir. Bu sahədə, bunun mənbəyində bu yatır. Pasient də deyir ki, hə, doktor, düz deyirsiniz, biz bir həftə bundan qabaq yaxınım vəfat eləmişdi və yaxud da avariya keçirtmişdim və yaxud da elə bir əsəb keçirtmişdim ki, kişilərdə çox vaxt görürük ki, saqqalda ocaqlı tökülmə gəlir, başda gəlir. Qadınlarda da bu ola bilir, saç dəri mühiti pozulur, saç köklərində cılızlaşma olur və saç tökülür. Bəli, həm stress, həm qidalanma, yenə də yaşam şəraiti işin içinə daxil olur. Dərinin mühiti pozulursa, saç da töküləcək, dəri xəstəlikləri də bizim qabağımıza gəlib çıxa biləcək. Göbələk xəstəliklərinin təkrarlanmasının səbəbi budur. Bu xəstəliklər akut, yəni keçici və yaxud da xroniki, yəni insanın ömrü ilə davam edəcəyi bir xəstəlik. Xroniki-dirsə, bu xəstəliyin biz qabağını alırıq. Göbələyin qabağını alırıq və buna nə toxunursa, nə qıcıqlandırırsa qabağını alırıq, biz bunu söndürürük. Və pasiyentə məlumat veririk, tutaq ki, məsəl üçün, bax, duzlu pendir yemə, yumurta yemə və yaxud da dənizə girmə deyirik pasiyentə. Pasiyent deyir ki, bir dəfədən heç nə olmaz. 5 ildən sonra bunu eləyir, gəlir, görürük ki, indi məsəl üçün verirəm, mən örnək verirəm, gəlir, məsəl üçün, bal yemə deyirik. Tutaq ki, bala qarşı reaksiya göstərir. Gəlir, görürük ki, hə, bunun bəzi nahiyəsində bu göbələk təkrarlanıb. Yəni, akutdursa, yəni keçicidirsə, bu keçici göbələk xəstəliyi tamamilə itir gedir
həmin nahiyədə olmasa belə pasiyentdə bir başqa nahiyədə yaranma ehtimalı varmı? Əlbəttə ki, var. Eyni növ göbələk növü ola bilərmi? Bəli, ola bilər. Yəni biz yenə deyirəm sizə, müalicə eləyirik. Bu 3 il, 4 ildən sonra gəlib ortaya çıxırsa, bu həkimlik bir problem deyil. Həm də bu insandan, belə deyək də, pasiyentlərin və cəmiyyətin özündən qaynaqlanan da bir şey deyil. Yəni 50% ondan qaynaqlanırsa, 50% də çevrəsəl faktor deyirik də biz bunu. Gedib hərdansa bulaşa bilər, hardansa nəsə bir keçici ola bilər. Yəni göbələklər özü də biz bilirik ki, keçicidir yəni. Yəni düzgün müalicə, düzgün keçid varsa biz bunu pasiyentə veririk ki, bu gəlib keçidirsə tamamilə keçəcək, amma ola bilər də 4-5 ildən sonra yenə həmin göbələk növü çıxa bilər. Amma xronikidirsə, xroniki biz pasiyentə məlumatlandırma veririk ki, bu xronikidir. Sən bunlara diqqət eləməlisən ki, bu köpürməsin, qabarmasın. Ekzemalar da bu cürdür. Dermatit dəri xəstəlikləri də bu cürdür. Yəni bu əsas odur ki, biz pasiyentə məlumat verək ki, dəqiq və net. Bu keçicidir, yoxsa xronikidir. Bu haqqda məlumatı olmalıdır pasiyentin. Allergik dermatitlərin artma səbəbi dediyim kimi, bunu biz yenə deyirəm, daxilə getmək lazımdır səbəbinin. Otoimmun təhlilləri götürməliyik. Bu dövrdə artmasının səbəbinin mənbəsi odur ki, yenə deyirəm, bəzi kiçik, belə deyək də, allergik dermatitlərin üstünə düşmür məsələn pasiyentlər. Nə bilim, Türkiyə çarə deməyək biraz da. Tutaq ki, mənə bu kremi verdilər. Məsəl üçün biz pasiyentlərdə bu ocaqlı tökülməli nə ki, bura sarımsaq sürt çəkilib gedəcək məsəl üçün də, yəni ki, bu hissəyə. Yəni bu xalq dilində keçmişdə indi bəzi dərmanlar olmadığına görə keçmişdəki yenə deyirəm, qidamızın indiki dövrəki qidasının arasında çox genetik fərqliliklər var. Üstünə düşülmədiyi üçün mən bunu qaynaqlandırıram. Həm üstünə düşülmədiyi üçün, həm də ki, insan orqanizması da baxın, biz COVID xəstəliyində nə gördük? Biz hal-hazırdakı yaşayan canlılar və insanlar deyək də cəmiyyətimiz COVID xəstəliyinə qarşı dirənsiz idi, amma yeni doğulan uşaqlar COVID-ə qarşı dirəncli oldular. Çünki niyə? Bizim orqanizmamızda mühitə adaptasiya olur. Ona görə biz mühitə adaptasiya olduğumuz zaman bizim yeni nəsildə görürük ki, daha çox allergik dermatitlər və yaxud da atopik dəri tipləri daha çox görülür. Yəni mühit də, çevrə də buna əslində qaynaq gətirib çıxarda bilir. Bu da nədən qaynaqlanır? Ana və atada nə vaxtsa allergik dermatit olubsa, bu üstünə düşməyib, özü öz xoşu ilə insanın öz immuniteti, bədən immuniteti, otoimmun immunitet bunu aradan qaldırıbsa, tamam. Amma bunun qalıntısı qalır da, altyapısı qalır deyə uşağa keçir. Uşaq da çevrəsəl faktora görə, belə deyək də, adaptasiya dövrünə keçir. Ona görə son biz nəsillərdə bu tip allergiya xəstəliklərini, allergik dermatitləri biz daha çox görürük. Atasının və anasının yadına düşür ki, uşaq vaxtı məndə də var idi, doktor keçdi. Amma bu uşaqda uşaq vaxtı qalmır da. 30 yaşına kimi, 25 yaşına kimi davam edir, ondan sonra sönmə görsənir. Bunun uşağında da artıq xroniki ola bilir. Yəni bunun mənbəyinin dibinə enmək lazımdır ki, bunu aradan qaldıraq biz. İndi hal-hazırda dermatologiyada C vitaminidir, yəni askorbik turşusudur, Y vitaminidir və A vitaminidir, beta-karoten deyirik və karotenoidlər deyirik də, biz buna lor dilində A vitamini. Hamı bu dəqiqə görürsünüz ki, alın, bundan istifadə eləyin, A vitaminidir, E vitaminidir filan. İstifadə eləyin. Boş şey deyil. Yəni möcüzəvi bir vitamin və möcüzəvi bir qida yoxdur. Baxın, yəni vitaminlərdən heç bir möcüzə gözləməsinlər. Yəni gözləməsinlər. Mən bunu deyirəm, niyə gözləməsinlər? Baxın, Hipokrat bizdə nə deyirdi? Deyirdi ki, qidalar bizim dərmanımız, dərmanımız bizim qidalarımız olsun. Çox gözəl bir yerə vurğulayır. Yəni düzgün və balanslı biz qidalanırıqsa, hər vitamindən, hər mineraldan referans aralığında qəbul eləyiriksə, inanın bizim möcüzə axtaracağımız nə bir qida ola bilər, nə də belə deyim də sizə və bir vitamin və mineral ola bilər. Əlbəttə ki, saç üçün biz hansı elementləri daha çox məsləhət görürük? Biotindir, sinkdir, maqneziumdur, E vitaminidir. Bunları məsləhət görürük. Dərinin parlaqlığı üçün də hal-hazırda A vitaminidir, karotenoidlərdir, turşulardır, C
C vitaminləridir. Yenə də biotin və E vitaminləri dırnaq və dəri sağlamlığı üçün daha ölə çıxır. Bu pasientlərdə olmur deyə, qida ilə bunları tarazlaya bilmirlər deyə, ona görə hal-hazırda da belə deyim sizə, preparat camiası, farmakoloji camiası bunlara yönəlir. Niyə? Dərman deyil, qida əlavəsidir. Baxın, bunlara diqqətlə yetirir. Dərman deyil, qida əlavəsi. Biz bunu doğal yoldan ala bilmirik. Bu o demək, bunu biz insanlarımıza da bağlaya bilərik ki, onu yeyərək almırlar və yaxud da, yenə deyirəm, qidalarımızın genetiki dəyişir deyə biz onu %100 ala bilmirik. Bəzi, məsəl üçün, vegan qidalananlar var da, indi biz bilirik ki, ət məhsulları yemirlər. Biz bəzi məhsulları məcburuq ki, ətdən alaq, amma veganlar deyir ki, onsuz da mən pırasa yeyirəm, bunu bundan alıram da və yaxud da ıspanaq yeyirəm, ətin bundan alıram. Biz, məsəl üçün, 100 qram ət yeyirik, 1 kilo ıspanaqdan aldığımızı ondan. Yəni, posa qidalanmadır, düzgün qidalanmadır, balanslı qidalanma əslində bizi doğru yola gətirib çıxardır. Yəni, ona görə mən hər zaman bunu öz çevrəmə və yaxınlarıma və pasientlərimə deyirəm ki, heç bir vaxt bir dənə məhsuldan, bir vitamindən və 2 vitamindən möcüzə gözləməyin. Nə möcüzəvi bir məhsul var, nə də möcüzəvi bir qida var, nə də möcüzəvi bir element var. Hər məhsulu düzgün qaydada, balanslı səviyyədə biz qəbul eləsək, onda mükəmməl nəticə alarıq. Hər şeyin fazlası zarar, azı da yenə zərər. Biz bunu gəlib görürük ki, bu cür. Ona görə də dahi alimlərimiz, dahi Hipokrat bizə deyib ki, dərmanlar bizim qidamız, qidamız bizim dərmanımız olsun. Çox gözəl bir, belə deyim də, mövzudur. Siqaret və kofe, bayaqki bir sualda da mən örnək verdim. Çox gözəl bir sualdır. Kafein və nikotin, tək bunlar yox və alkoqollu içkilər. Dərini tez yaşlandırır. Dəri niyə tez yaşlanır? Mən sizə örnək verim. Bizim dərimizin üzümüzdə matriks var. Biz buna karboksi metil selüloz deyirik loru dildə. Yəni mən nə qədər istəsəm tibbi dildə danışmaq istəməsəm də məcbur olub danışıram artıq. Dəridə karboksi metil selüloz var və bu yaşla bağlı başlayır zaten artmağa. Kafein, spirtli içki və nikotin bu karboksil metil selüloz dediyimiz üzüm matriksi var. Kollagen və alfa peptid və beta peptid dediyimiz alfa peptid bir zənciridir, filandır. Bunları açıqlamaya ehtiyac yoxdur. Dəri matriksi deyirik biz buna. Bu karboksil metil selüloz bu kollagen sentezinə gedir, zərbə vurur. Zərbə vuraraq bizim dərimiz başlayır qocalmağa. Bu həm oynaqlara təsir eləyir. Biz buna nə deyirik? Osteoblastlar, osteoklastlar oynaqlarda və yaxud da dəridə, əzələdə filan. Bu bunlarla başlayır yaşla bağlı enməyə. Dəridə karboksimetil selüloz təsir eləyir və bu kafein və spirtli içki və nikotin gedir bunun səviyyəsini daha da tezləşdirir və dəri başlayır qocalmağa. Tək dəri yox, dəri qocalırsa, dərinin mühiti pozulursa, dəridə saç tökülməsi, dəri xəstəlikləri, ekzematik və dermatit və belə deyim sizə, atopik dəri tipləri tez-tez yaranmağa başlayır. Biz bunları görürük. Bəzi mənbələrdə də ki, bəlirli bir miqdarda kafein istifadəsi, alkol istifadəsi, yəni spirtli içki istifadəsi də dəri sağlamlığına da əslində xeyirdir. Amma biz bunun miqdarını, porsiyonunu təəssüf ki, tənzimləyə bilmirik. Məsələn, xalq dilində siz özünüz də eşidərsiniz ki, spirtli içki qoy bədənin təmizlənsin, orqanizman təmizlənsin, arada lazımdır. O arada sözü, görürsünüz ki, bəzilərimiz görür ki, ayda 10 dənə toy olur, o arada sözü 10 dənə toya düşür. Hərəsində bir qədər alkoqollu içki və tək alkoqollu yox, kafein tərkibli qazlı içkilərdən istifadə eləsə, gəlin görün bunu hara gətirib çıxardacaq. Ona görə də əlbəttə ki, hər şeyin fazlası zərərdir, amma bəzi şeylərin, belə deyim də, qazlı içəcəklərdir, ondan sonra nikotindir, bu kafein, zərərli kafein, bir var faydalı kafein, zərərli kafeinlə nikotin əlbəttə ki, insan sağlamlığına, öncəliklə kardiovaskülər, yəni qəlb damar sağlamlığına ziyan verir. Bu ziyan da bizim metabolizmamızı pozaraq dəri xəstəliklərinə və dərimizin metabolizmasına zərər verir. Çox gözəl bir sualdır. Əlbəttə ki, su içməcə ki, bir ara sloqanlar var, su həyatdır, bizim həyatımızdır. Bəli, su içmək
dərinin mühitin həqiqətən yaxşılaşdırır. Və biz bunu necə tənzimləyə bilərik? Su, bəzi alimlər deyir ki, insan istədiyi zaman su içsin. Əlbəttə ki, bu da biraz belə deyək də, hərənin öz bir baxış açısı var, amma insan ən azı kiloqram başına düşən su miqdarını içməlidir hər gün. Biz az su içdiyimiz zaman, yenə deyirəm, bizim bədənimizdə hialuron turşusudur, kollagendir, yəni yenə deyirəm, üz matriksində olan segmentlər deyək də, doğru dildə daha çox danışmaq istəyirəm sizinlə. Bu su az olduğu zaman bədənimiz gedir dəridən bunu yeməyə başlayır. Və bunu yediyi zaman da dəri yaşlanır. Biz amma miqdarında su içsək, miqdarında qidalansaq, balanslı qidalansaq, nə dərimizdə çoraqlıq baş verə bilər, yəni atopik dəri ola bilər. Dəri quruluğunun nədənlərindən biri də budur. Tək buna şamil eləməyə, az su içirik, dərimiz qurudur. Bu da tamamilə səhv fikirdir. Yəni miqdarında qidalan, miqdarında su içsək, kiloqram başına düşən biz su miqdarını təyin eləsək, həm bütün orqanlarımız yaxşı işləyəcək, böbrəyimiz, qaraciyərimiz, yəni bizim ikinci beynimiz dediyimiz gastrointestinal sistem, bağırsaq sistemimiz düzgün işləyəcəyi üçün mikrobiotalarımız daha yaxşı əlverişli işləyəcəyi üçün ona görə bizim dəri sağlamlığımız, tək dəri yox, bədən sağlamlığımız yaxşı olacaq deyə. Ona görə də dərimiz daha sağlam, daha gümrah görünəcək. Bu cür deyim sizə ki, su həqiqətən də həyatdır. Su içmək, su ilə qidalanmaq, su qəbul etmək hər zaman yaxşıdır. Heç bir zaman da mən su içmirəm, yadıma düşəndən düşənə içirəm, mənim dərim əladır. Onlar genetik olaraq müsbət və genetik olaraq öndə olan insanlardır. Amma o insanlar da bir müddətdən sonra dərisi birdən-birə qocalmağa başlayır. Bir il içində doktor deyir, mən qocaldım. Gedirik, anamnez formu toplayırıq, görürük ki, düzgün qidalanması yoxdur, su heç yadından düşənə doktor, mən gündə 5 stəkan çay içirəm, çayın da tərkibində kafein var, kafeinə də az öncə vurğuladıq ki, biz bax bundandır. Yəni, su hər zaman biz həyatımızda olmalıdır və suyu da düzgün içməliyik. Yəni, nə zaman yeməkdən öncəmi, yeməkdən sonramı bunlara diqqət eləməliyik mütləq. Hər şeyin düzgün şəkildə eləsək, dəri və ümumiyyətcə bədən sağlamlığımız öz qaydasında olacaq. Kişilərdə dəriyə qulluq mütləqdir. Ən mükəmməl mövzulardan biri budur. Bizim cəmiyyətimizdə kişi üzünə krem çəkdi. Hələ də mən görürəm, kişi lazerə getdi. Sən lazerə gedirsən, kişi lazerə gedər. Lazer, tək belə deyim, bəsə qısaca açıqlayım. Bəzi kişilərimiz var ki, məcburdur lazerə gedir, çünki onlarda tez-tez qıl dönməsi olur. Biz onlara məcburuq lazerə göndərək ki, o dirəncidə onlarda qırırıq. Və kişi öz dərisinə qulluq eləməlidir. Niyə? Biz 40 yaş sindromu deyirik. Bu həm qadında var, həm kişidə var. Kişilər mənim yanıma 40 yaşından sonra gələn kişilər gəlir ki, doktor, şəkil göstərmə, 30 yaşımda, 40 yaşıma kimi görsən, bir ay içində mən qocaldım. Deyirəm ki, müəllim, günəş kremi istifadə eləmisiz? Yox. Qidavıza isə mən yeyib çal olmuşam, bir oturuma bir dənə quzunun yarısını yeyirdim. Bu nə qədər düz ola bilər, onun başqa bir mövzudur. Yəni, üzünə krem çəkmir, üzünə qulluq eləmir. Misal üçün, yəni krem çəkməsə belə, vaxtı-vaxtında dəriyə baxmır. Ən azından vaxtı-vaxtında bədənin check-up eləmir, dərisini check-up eləmirsə, bu insan birdən-birə gəlib məni 40 yaşımdan 35 yaşıma qaytar deyəndə özəlliklə kişilər vaxtı-vaxtına qulluq eləmədiyiniz zaman siz artıq 40 yaşınızda, 45 yaşınızda o sendrom gəldiyi zaman mən sizi heç bir elə bir inyeksiyon, elə bir iynəm, elə bir dərmanım, elə bir kremim də yoxdur ki, sizə verim onu, gedin çəkin, ya da elə bir su içəcək, o iksirim yoxdur ki, verim sizə, kişilər özəlliklə. Siz 45 yaşımızdan qayıdın 30 yaşımıza, bu mümkün deyil. Vaxtında qulluq lazımdır. Heç bu diləncinizi qırın. Əl kremlərindən istifadə eləməlisiniz. Ustalarımız var ki, istifadə eləmir. Kişinin əli belə olar, qabarlı olar. Bu, Allah zəhmətinizi yerdə qoymasın. Əlbəttə ki, işiniz çətindir. Çox çətin bir işdəsiniz. Soyuqda, qarda, çoğunda. Amma ən azından
Hər qiymətə kremlərimiz var. Əlinizə çəksəniz, əlinizə və yaxud da nə bilim üzünüzə, üzünüzü yusanız belə, lap çəkməsəz də, vaxtı-vaxtında üzünüzü yusanız, özəlliklə qaynaq işi ilə məşğul olan bəylərimiz üzündə ləkələrlə gəlir problemlər. Vaxtı-vaxtında üzünüzü yusanız, vaxtı-vaxtında üzünüzə o kremlərdən istifadə edib və yaxud da məhsullardan istifadə edib və yaxud da heç məhsuldan istifadə edib vaxtı-vaxtında üzünüzü qorusanız, həkim müayinəsində olsanız, inanın ki, siz bəzi yaşınıza, o sendrom yaşınıza gələndə bu kimi problemlə qarşılaşmamalısınız. Qarşılaşmayacaqsınız da, buna mən sizə qarantisi verirəm. Cinsi yolla dəri xəstəlikləri. Bizim çox gözəl mənim məsləkdaşım var, androloq bir dostumuz var. Biz bu cinsi yolla papilomalar, ən çox papilomalar və göbələk və mikroorqanizmal dediyimiz göbələklərlə biz qarşılaşırıq. Əlbəttə ki, bunu tək dermatoloq tək başına müalicə eləmir. İlk növbədə mən bunu kişilərə və qadınlara bildirirəm. İlk növbədə androloq, ginekoloq, yəni urolojiyada siz olmalısınız ki, bunun qaynağı nədəndir? Həqiqətən bu cinsi yolla bu papiloma yaranıbmı, yoxsa xolesterol yüksəkliyindənmi bu papilomalar, biz dediyimiz xoş xəstəlik, bəd xəstəlik, nevüslər yaranıbmı? Cinsi yolla bulaşıbsa, siz bunu cinsi yolla müalicə olunursunuz. Müalicə olunduqdan sonra biz o nevüslərə cərrahi olaraq müdaxilə edirik ki, nevüslər özü də sürtünməyə bağlı qanlanır və siz bunu partnerinizə də bulaşdırmış olursunuz. Və yaxud da öz həyatınızda bu cinsi orqandadır və yaxud da belə deyək də, sizin hansısa bir sizin narahat eləyəcək nahiyədə olur deyə sizin həyatınıza direkt müdaxilə edir. Allah eləməsin, kişilərdə bu qısırlığa gətirib çıxarda bilir bir müddət, qadınlarda da xoşa gəlməz qoxular, yenə həmçinin qısırlığa gətirib çıxardır. Yəni buna ilkin növbədə tək dermatoloq yox, uroloji androloqlarımız, ginekoloqlarımızla birlikdə biz çalışırıq, mübarizə aparırıq, bunun qarşısına keçirik, müalicəni iki tərəfli aparırıq deyə müsbət nəticələr də alırıq. Bəzi pasientlərimiz var ki, əşi, məndə heç nə yoxdur, keçib də qadınlıqdır. Qadınlıqdır keçibsə, sən müalicə olunmalısan ki, ya o qadın partnerinə bir daha görüşməməlisən, ya da o partner də müalicə olmalıdır, ya da ki, səndə var bu, sən də başqasına keçirtməməlisən bunu. Bunun kökünü müalicə eləməlisən ki, və yaxud da mən törəməni götürürəm, doktor yenə çıxdı, çıxacaqsan bunu axı dibinə müdaxiləni, zərbəni vurmursan axı. Sən elə götürürsən, kosmetik olaraq dermatoloq onun üstünü düzəldir, daxilin axı müalicə eləmirsən. Bu cür problemlər, bəli, ciddidir, ciddi yanaşılmalıdır və üstünə düşülməlidir. Qidalarımızın genetikası dəyişir. Qidaların genetikası dəyişdiyi zaman GDO-lu ürünlər deyirik biz buna. Və bizim indi hal-hazırda həyatımıza görürsünüz, müşahidə eləyin, dondurulmuş qidalar, konserva qidalar, yəni təbii qidalar azalmağa başlayır və təbii olan qidalar da bahalaşır. Vaxt var idi kənddəki nehrə yağı, kənd yumurtası, kənd məhsullarına heç o qədər önəm verilmirdi. Amma indiki dövrümüzdə görürsünüz, o qidaların qiyməti də qalxır, digər qidaların qiyməti düşür və bu biraz daha insan maliyyəsi də zəifləşir deyə məcbur olur genetiki dəyişmiş qidalara yönəlir və genetiki dəyişmiş qidalar da bizim ekosistemimizi, bizim metabolizmamızı, bizim həm dəri metabolizmasına, həm insan metabolizmasına müdaxilə eləyir deyə ona görə bizim ölüm yaşımız da aşağı enir, dəri sağlamlığımız da, dəri yaşımız da aşağı enməyə başlayır. Artıq biz heç bir pasiyenti qınaya bilmərik ki, bu yaşda dərisinə qulluq eləyir, qətiyyən eləməlidir, üstünə də düşməlidir. Çünki biz betonlaşmış və təbiətdən zəif bir şəhər sistemində yaşayırıq. Tək bizim ölkəmiz üçün keçərli deyil, bütün ölkələr üçün, bütün çevrə üçün bu cürdür və mən buna da qatılıram. Genetikası dəyişmiş və ekologiyanın pozulması bizim sağlamlığımıza və dəri sağlamlığına böyük bir təhdiddir, böyük və ciddi bir problem yaşadır. Bəli, məktəb, özəlliklə məktəbimizdə ayaq yollarında biz görürsünüz ki, bizim dövlət məktəblərində və yaxud da liseylərimizdə
birinci sinifləri birinci mərtəbədə yekunlaşdırırlar. Orta belə deyək də artıq 5-ci siniflər biraz daha üst mərtəbədə, 11-ci dediyimiz 9-cu siniflər daha üst mərtəbədə. Yəni uşaqları belə bizim təhsil sistemimizdə çox gözəl bir mən bunu uşaq dövründən müşahidə edirəm. Birinci mərtəbədə niyə uşaq görürsüz bizim xadimələr icazə vermir ki, böyüklər uşaqların tualetinə girsin. Biz ola bilər indi 10-cu sinifdə, 11-ci sinifdəki insan artıq formalaşır, cinsi əlaqəsi ola bilər. İdrar yolu ilə cinsi infeksiyonlar keçə bilər. Ona görə böyüklər kiçiklərin ayaq yolusuna daxil olmur. Tək kişilər üçün demirəm, qadınlar üçün də ola bilər. İndi bizim nə qədər də mentalitetimizdə bu olmasa da, yəni ola bilər. Ola bilər ki, bizim dövlət xəstəxanamızda bəzi əcnəbi vətəndaş da oxuya bilər. Biz bunu görürük də. Yəni necə? Xəstəxana deyirəm, üzr istəyirəm. Yəni məktəbimizdə, yəni bu ola bilər. Yəni ona görə sidik yolu ilə, ifraz yolu ilə, həm tüpürcək yolu ilə, ayaq altından, belə deyək, sokaqdan, caddədən gələn ora daxil olduğumuzda bura ən böyük infeksiya mənbəyidir. Gigiyenika, higien və gigiyenika bərbad gündədir. Və 10-cu, 11-ci sinifdəki uşaqlar siqaret çəkirlər, oğlan uşaqları, bu artıq mən bəzi məktəblərdə görürəm ki, qız uşaqlarına da artıq keçməyə başlayır. Yəni o yaşda siqaretə başlamaq, tütün məhsullarına, alkohol içəcəklərə, yəni bunlar oğlanlar bir-birinə bu xəstəliyi keçirdiyi zaman ona görə bax görürsüz ki, bəzi biz evlənmə dövründə bizdən qan təhlilləri alınır ki, hər hansı bir HIV, hepatit, bu tip xəstəliklər olmasın. Olduğu zaman da partnerinə məlumat verilsin ki, bu xəstəlik var. Yəni biz niyə deyirik? Bizim tərbiyəmiz, bizim belə deyim, formalaşmağımız bizim məktəbimizdən başlayır. Uşaqların hal-hazırda bəlkə 5 saat, 6 saat evdədirsə, 5-6 saat da məktəbdədir. Bu məktəbdə bu higien, gigiyenikaya mükəmməl dərəcədə diqqət olunmalıdır. Nə qədər əllərindən gəlirsə, tək bizim təhsil məktəblərimiz yox. Uşaqların özü də evdə tərbiyə, təlim olunmalıdır ki, necə görmüsənsə o cür burax. Yəni sifondan istifadə eləməlidir, özün təmizləməlidir. Yəni bu uşaq yaşından aşır-neşir olunmalıdır ki, o uşağın tərbiyəsi bunu görməlidir, götürməlidir. Yəni bu iki tərəflidir. Tək tərəfli biz nə məktəbimizi günahkarlandıra bilərik, nə də yəni valideyni günahlandıra. Bizim pis dediyimiz məktəblərimizdə dırnaqarası higien və gigiyenikaya diqqət edən bizim məktəblərimizdə siz qapı qulpundan tutun, əlinizi açıb yuma yerindən və divarlardakı o qartmardan, qoxudan belə tənəffüs yolundan siz hər cür xəstəliyi tuta bilərsiniz. Nəinki dəri, solunum infeksiyonu, kardiovaskülər infeksiyonlar, yəni qəlb-damar sistemi infeksiyonları, qanla yoluxan infeksiyonlar, bunların hamısını siz keçirdə bilərsiniz. Bunlar zarafat deyil. Əlinizi yusanız belə o tutma yeri nə qədər kirli olsa da əliniz bir o qədər də təmizlənmir. Sabun yoxdursa təmizlənmir. Hər zaman uşaqlar, məktəbdə olanlar, tək məktəb deməyək, universitetimizdə belə siz özünüzü qorumalısınız. Ora pis ola bilər, çirkin ola bilər. Yəni qapı qulpundan siz onu nəzərə alın ki, çıxdınız, getdiniz, düşdünüz bufetdə, yemək yediniz, oradan siz infeksiyanı alacaqsınız. Bədəninizin immuniteti güclü ola bilər, bunu yenə bilərsiniz. Bu o demək deyil ki, siz bu yaşda bu xəstəlik tutmaz, amma bir dönəki dövrünüzdə immunitet aşağı düşəcək deyə bu xəstəlik oradan qaynaqlana bilər. Bunu heç kim üstünə düşmür, heç kim də bilməyə bilər. Ona görə diqqət olunmalıdır.